Sağlam. Mələkçi, biz YouTube'da ilk videomuzu çəkirik və bu videomuz nədən ibarətdir? İndi onun haqqında mənim bu üzü gözü düz sevgilim danışsın. Biz bugün ölkədəki trendlərə baxacağıq. Bəli. TikTokerlərə Aha. Elə TikTok. rədd ediləcəyik. Bəli, TikTokerlərə baxacaq. Biz özümüzdə TikTokerik. Biz TikToker deyilik. Yaxşı video blogerik. Baisi biz video blogerik. TikToker o dəxs trendlərə qoşulanlara, nə bilim, canım sizə desin, o bir dənə soxucu söz deyir. Məsəl üçün deyir ki, mən kişiyəm, arxadan bir dənə bomba, bəli, fon səslənir, bir mahnı gəlir. Onlara TikToker deyirik. Bu arada kanala abunə olmağı, kanala çevirdim. İlk olduğumuza da bilin. Bizi Kanala bəyənməyi, abunə olmağı, bizi bəyənməyi, Yorum yazmağı. like və yorum qoymağı unutmayın. Dislike'ları biz də saymırıq. Bəli. Biz kör insan. Biz Dislike kör. Nədir humanist? Neydi o? Humanist. Neydi o? Humanist. Hə, biz humanist insanlar deyilik. Mən birincisi təbrik edirəm xalqımızı həqiqətən. Nəyə görə? Çünki biz artıq bir update almışıq Bəli. və artıq bu tiplərdən görmürük. Bildin nə hansı tiplər? Bildim. Aso. Artıq dolmalara son. Dolmanı yiyin amma yeyin. Düzdür. Məncə qeybə dolma yiyin amma giyinməyin. Bəli. Yarpaq dolmasına oxşuyur. Bax, indi təsəvvür elə. Mən bu geyimdə gəlmisən, məndən görüşürsən. Mən bu geyimdəyəm. Mən sənin sahil metrosunu atıram da. Çıxışında səni gözləyirəm. İlk gün Ya üçün. ilk deyil, lap bir aydır, 2 aydır, 5 aydır biz bir yerdə. Amma evlənmişik. Abart. Sevgi yox, nişanlıyıq. Çıxırsan metronun çıxışından, kasıbam hələ, maşınım yoxdur. Metro çıxışlarında səni gözləyirəm, elə düşün. Çıxırsan məni belə görürsən. Nəyin yerdin? Bir sorğulayardım bir həyatımı, bir səndən olan həyatımı, səndən olacaq həyatımı. Bir yaşayışlarımızı sorğulayardınız mı? Sən yaşaşıb. Mənim yaşayışım. Sən mənə seçibsən. Bir get özündən başla. Bilmirdim axı mən onu. Nəyi Bu bilmirdin? tip giyinirsən deyə. Mən o kutkanı səndə görməmişdim. Nəysə, uzun sözün qısası öz yaşayışını sorğuladı. Panda müəllim, razısınız bu fikrinlə? Razı, mənim fikrimlə razıdır. Deməli, bu insanın videosu mənim fikrimcə bütün Azərbaycana bir örnəkdir. Yəni mən belə düşünürəm. Bilmirəm sizin fikriniz nədir? Məncə bütün ölkə Örnək niyə? bu insan bizə həyata baş salır. Məsələn, sən, Hikmətli, dərin sözlər. bəli, atalar sözlərini ləğv elətdirib, özünün sözlərini yazdırtdıran insanlardır bunlar. Dəyərlərini bilmək lazımdır. Bax indi. Gör nə deyir. Əgər birini aldatmağı bacarırsansa, onun axmaq olduğunu düşünmə. Sadəcə səni yaxşı insan bilib, sənə çox güvənmişdi, aycındır. Ümumiyyətcə, orada bir şey toxunmaq istəyirəm. Bu cını cı deyə danışan insanlar. Bilmirəm, bəlkə ləhcədirsə, tam okey, qarışmıram. Yox, Amma birincisi xahiş edirəm, dilimizə hörmət edin. Bu tələffüzü budur. dələ mən Belə orada tələffüz olunur. Bəli, Nə qəbullan artıq. Biz anormal insanlarıq. Qəbullanmıram. Hayır. Başqa bir dənə mən də soxucu söz demək istəyirəm. Bax indi düşün. gözləyirik. Nə oldu? Yaradıcılığım əl vermədi. Onun qədər yaradıcı bir insan deyiləm. Gül bitəndə başını aşağı sala bilər. Sən ona su ver, onun başı qalxsın. Ay, cındır. Cındır ya, cındır. Ay, cındır. Burada günahlara. Bax indi. Gör nə gözəl məntiqli video çəkiblər. Baxın görün. Bu nədir? Bu Wi-Fi necə qoşdu səndə Kamal? Necə gəlmirsən bura sən? Nə vaxt gəlmirsən? Kimdən gəlmirsən? Sən məni aldatırsan? Yəni mən düşünürəm ki, bura bir restorandır, bura bir kabinetdir. Qaqam ona nə vaxt öz dostları ilə gələ bilər. Nəsə bir nə bilim, bir yığıncaq üçün, qohum yığıncağı ola bilər. Bir kabinetdir, yəni bir eyib yerdə ediyor. Restoranda bütün xalq üçün fəaliyyət göstərən bir zonadır. Ya ümumiyyətcə yersiz bu trip Qısqanclıq trip, yığışdırmaq lazım onu bir. Bəli. Millət bir güncəllənin, bir update olun. Və Bu buna görə nədir? də mən seçdiyinə çox xoşbəxtəm. Hə? Məni seçdiyinə çox xoşbəxtəm. Çünki mən yersiz trip eləmirəm sənə. Vallahi 2 həftə bundan qabaq hər şey üstə dalaşırdıq, düzəlibdi. Bir baca şey təzə güncəlləmə gəldi. TikToka gələndə buna da gəlir güncəlləmə. Bitti sənin aydan bilirdim.
Sizə bir dənə çox ideal bir kontent göstərəcəm. Mənim çox xoşuma gəldi. Onu atdım. Hətta biz də eynisini çəkdik. Yəni çox qəşəng çəkiblər. Baxaq. Ay, ne seviyorum. Sudu keçəmirəm axı. Ay, bu tərəfdən köçdün ha. Ay, bu taraftan geçsene. Yəni Qaqaş çox qəşəng çəkibdi. Mənim aşırı xoşuma gəldi. Onsuz da bir uşağa simpatiyam var idi. O mahnı oxuyan uşağa. Qaqaşın da çəkdiyindən o mahnı oxuyan uşaq bir araya gələndə o balaca uşaqları bir dənə şəklini bura qoyacağam. Belə durubdu. Bildim. Çox şirin gəlirdi ha. Ben de onu sen danayla çektim. Ben de istedim bir bizim lehçeyle çekeyim. Habra gel diye. Habra gəl. Habra gel. Belə bax. Böyle bak. Heble bak. Hə belə bax. Heble bak ya. Duymadım du. Heble bak. Ya bu insan ləhcəsini tutalmamışam hələ şu an. Tutmuşam. Bu hər şey çox deyir. Hə belə bax. Danışmışsam ben kalkıp danışıyorum. Məsələn biz yemək deyirik, onlar yemək. Tak bizim yok. Başkaları da değiller. Sonra məsələn nə bir dənə çəpəl sözünün mənasını açıqla. Çepel sözü Aha. biz tərəfdə kirli mənasına gəlir. Məsələn, deyirsən, nə bu kirlidir, biz deyirik çəpəl, biz deyirik çəpəl də ona. Yox, mən çəpəl olduğumu nə vaxt görübsən? Nə vaxt mən sənə çəpəl demişəm? Hə, bayaq canda Bunu oturmuşam. reşələyəndə. Burun eşəmək yox. Eşələmək özü bir təmizkarlıqdır. Çöllikdə yox. Evdə, öz aramızda. Öz aramızda eşələdim. Millət baxırdı bizə, xalq baxırdı bizə. Ay, boşu gözəlli. Hep belə şeylərə ehtiyac yoxdur. Buyurdu. Buyurdu. Qeyri qaldı, fırlat. Bəli. Yəni inşallah. Narahat olma. Amin inşallah. Çıxarmışam gələndə elə. Şəkil budur. Yoldaşımın adı Fatimədir. Səndən adma layiq bir hədiyyə gözləyirəm. Gözümdə canlanır koskoca mazi. Yəni İmino X'in adı olduğu üçün sən belə dedin, hə? Eski məndə anım gözümdə canlandı Buna video koskoca koyacağım. mazi. Nəğərəm, yox qoysan qoy. Nə dedim ki mən? Yo ya, sonra trip atsan mənə. Olub da mənim də bir uşaqlıq səhvim. Dedi məsələn nəsə dedim, özüm elə atdım başına. Hansı gül məsləhət görərdin? İnsan bu işin peşəkarısan da. Tema, haçansa gül alıb eləsən mənə papatyalaşana. Sima. Uşaqlar, Sima. buna biz qərar verək. Ümumiyyətlə Azərbaycan dilində papatya deyə bir kəlmə yoxdur. Elə bir gül növü yoxdur. Papatya Çoban türk yastığı. dilindədir. Bizdə çoban yastığı. Müşülüm mü? Məsəl üçün mən boynuma alıram ki, biz əslində yalandan sevgili olmuşuq. Biz bir-birimizi sevmirik. Əsl sevən kişi, əsl sevən qadın Ayda. bir-birinə belə rəftar eləməlidir. Mən ona ha dedim, amma mənə qulaq asmadı. Sığal istəyir də, pişik kimi. Kişinin axı sığallayacaq. Dövmək olmaz. Sığalamaq. Kişinin döymək olmaz. Kişi sıral istəyir. Pişik kimidir. 2025 edition atalar sözü. Kişi pişik kimi də ancaq sığal istəyir. Yox. Kişi heyvan kimidir. Çox güclü bir şeydir də yəni. O mənada deyir onun ki, yəni kişi pişik kimidir, ancaq sığal istəyir. Yox, ümumiyyətlə bu Kişi istəyir video uzansın yerə, qaşısınlar qarnını. Kişi istəyir sallansın göydən, banan versinlər ona. Yəni niyə belə bir video var? Ay uşaqlar. Ay bizdən böyük tayfa. Ay Yeşil Çam filmlərinə baxmış böyük sərkərdələr Allah insanlar. sevdiyim orada hər şeydən qabaqda vurğulanmalı bir şey var ki. Kişi heyvan deyil. Ay, titrəşim moda açıldı. Bu yaxşı ayıldı. Ümumiyyətlə uşaqlar, biz burada nə çəkiriksə, heç kimi təqlid etmək məqsədilə çəkmirik. Qınamırıq da, yəni beyni bir cür basır. Nəysə, uzun sözü qısaltdı. Kötü bir şeyim baxdı. Burnumu silmə ora. Yəni, tak što, sadəcə deyirik ki, yaşda bizdən böyüksünüz. Biz cavanıq məsələn, biz cavan nəsil sayılırıq da. 23 məndə, 23 onda, hələ 24-ümüzü görənməmişik. Şeyim mən. Miau.
Bu kişilər pişik kimidir, sığallanmaq istəyir. Başa da doğrudan niyə belə bir video var? Yəni niyə belə edirsiniz? Yaşımıza başımıza yaraşmır axı. Vallahi ayıb deyir. Bu cavan nəsil sizdən baxıb nə götürəcək? Sən də belə ola bilər Yerol. Allah işimi göstərməsin. Yox, həyatım öz aramızda. Və bu Targovda street fotoqraflar var. Qaqam birbaşa bizim şəhər ləkə yaxmaqla qalmayıbdı. Bir də götürübdü, mahnı buraxıbdı. Bir muzikantlara da barmaq eləyibdi. İndi baxın mahnıya bir dənə. Görün nə oxuyur. Nə qədər ağladım bilmədim. Bilmədin sən. Vallah bilmədim. Vəbşətə bu qaqaşın səs yazmasını eləyən studiya. Xahiş edirəm qaqaşı çəkərdiniz qırağa. Bir siqaret çəkəndə, pafos verəndə bir deyərdiniz ki, qaqam oxuma, ayıbdır. Bu nədir? Nə qədər ağladım, sən bilmədi. O bilmədi. O bilmədi. Yaxşı ki, Nədir bu? yaxşı. Bəlkə də YouTube-da buraxıb, heç bilmirəm. Buraxır. Bilmirəm, bəlkə də. Ay, nə buraxsa? Bayaqlar nə bala ayıbdır. Və mən Leyla aşkım nereye gidiyorsun? yetmiyorum. Önemli bu pardon. Nəysə, bu sözün qısası uşaqlar. Biz daha da çox ürəyimizi bulandırıb cringe videolara baxmaq istəmirik. Bu videonun da sonuna çatdıq. Bu bizim ilk videomuz idi. Dəstək olmağınızı, bizi bəyənməyinizi və bizim bu videoda indi yəni nə səhvlərimiz varsa bizə zəhmətimizi yorumlarda bildirin. Bəli, Biz bəli, o bəli. səhvlərin üstə işləyək və düzəldək. Yəni biz bu proyekti davam elətdirmək istəyirik inşallah. O da Allah sizin qoysa. tepkilərinizdən asılı olacaq ki, davam Bir eləyək. görək bizi nə qədər Yox. şey edirsiniz, bəyənirsiniz. Bir baxaq ona uyğun da həqiqətən kontentlərimizin üstə işləyək. Ağlımızda qəşəng videolarımız var. İnşallah ki, hamısını gerçəkləşdirə Prosta bilərik. ilk bağışlayın. Saydaca olaraq ilk videomuz biraz sayda olaraq başlamaq istədik. Bəli. Dedik bir görək nətər olub, bir təpkilər görək. Nətər Nəysə. olur? Uzun sözün qısası. Sağ olun. Sağ ol.